Sabahınız xeyir olsun dostlar. Bir səhərin göz açılmamış kəlməcik qonşunun uşağına baxmağa. Qonşunun uşağına baxmağa nə olur? Hə, deməli gəlmişik ki, burada resepsiyon eləməyə. Bu nədir? Bunu özünüz bildiyinizdə dostlarınız tağ eləyin, ona bildirən olsun. Buradan abır-cıbır alıb yeyə bilərik. Kron Clyde. Mənim ingiliscəm süperdir axı. Bomba oxuyuram da. Velcromen. Wow. Mən super oxuyuram da Velcromen. Resepsiyon. Bilgisayara giriş yap. Deməli dostlar, bugün sizlərlə saat 8-dir. Qonşunun yetimçəsinə baxmağa gəlmişik. İçərinə işığı yanmır. Nə məsələdir? Deməli, bilgisayara girişimizi eləyirik. Kron. Kod neydi? Hə. 1895. E-posta. İlk günü çocuk baxını sözləşməyi yazdı. Bu nədir bala? Bala bura siz pətənəksiz bala, bura bir normal şey qoyun da, bir bura sözləşmə, sözləşmə. Sözləşmə nə ilə imzalayıq? Sözləşmə qələmlə. Bu bədniyamət şeyləri bura qoymayın. Buna bax, ləkə saldı. Bunu neyiniyim mən? Sözləşmənin bakım bölgəsinə. Bakım bölgəsi buraydı. Bala, buranı kim təmizləyəcək? Buranın halı nədir? Səhərin göz açılmamış. Gətiriblər bizi bura hələ. Xarab-xurab şeyləri də yığıblar bura. Crown kart. Bunu yerləşdirdik. Bunu kimə yerləşdir? Bura yerləşdirilmiş. Gün 1. Uş mənim tortum, uş mənim yoğurtum, uş mənim duzsuz aşım. Başlayırıq. Uy mənim duzsuz aşım, uy mənim keçəl başım, uy mənim kel oğlanım. Nə tərsin? Bebəklə oyna. Gəl oynayaq bebeğim. Bu nədir? Gel oğlum git gelme. Ama götürürəm, deyəlidir. Uş, balaca poxum mənim. Yəni balaca pox da, yəni balaca pox, məstəğfirullah. Bebəklə oyna, bebəklə oyna. Aha. Uy. Almalı kekim, kəloğlanım mənim. Mənim həyatımı zindan eləyən uşaq. Necəsən? Bebekle oyna. Bebekten bırak fırlatsın. Ankara Messi. Gol. Bebeğim biberonunu al biberonu. Bu biberonumun gözüne girsin. Bu biberon hanı. Bu biberon 100% yuxarıdadır. Yuxarı çıxırıq deməli. Bu nədir? Qardaş uşaqlar, bu evin yəsinin adı Vilayət xaladır. Buradan ona səslənirəm. Vaxtın olanda cib toy shopdan belə şeylər almayın da, biraz reallıq eləyin da. Bu nədir alıb qoymusunuz evə? Yekə adamlarsınız. Sonra deyirsiniz ki, bebeyə bax. Maddiyata görədir yəqin ki, puldan qaçmağa görədir. Bunun başqa bir söz yoxdur. Bunun başqa bir yol yoxdur. Maddiyatlar zəifdir, amma uşaq bağçısı tutublar. Halal olsun. Koyduraq. Mən sevirəm. O biberon da getdi. Özgürüm, biberonum, Deməli, biberonumuzu götürdük. Bebek hara getdi? Oyda, bebek getdi. Mən onun axırıncı dəfə Ankara Messi eləmişdim. Yəni pulla bura. Bala, bu nə oturuşdu? Buy. Fazil əminin xortuna bax sən. Deməli, otur bura. Mən oturmuram, sən oturursan. Əlini də qoy bəy balası kimi ora. Haminiş bulu, haminiş balaca
Kal oğlanım mənim. Heç beləcə kal oğlanım. Bir bu sıfatına zadla bu. Ne şirindi. Bu şirinliyinə bax. Bu sənin baba yesin. İncil də altına pıx elədi. Nəysə. Görək bala gəl. Görək başımıza nə gəlir. Deyir bebeğin altını değiş. Bebeğin altını değişelim. A daily evaluation is critical to 10 monitor illər its iyiləşmə progress and gelişməyini development. ilgin gözü olaraq yapmaq üçün. Nəysə boş ver. Bebeği değerlendir. Bebeği necə değerlendirmək? Necə değerlendirim bebeği? Deməli. Bebeği değerlendir. Oh. Bebeği bura qoyuruq. O kal oğlana deyəsən saç əkirik dostlar. Kal oğlana saç əkirik. Kol çək. Deməli. Deyir ki burada təhlükəyə dizili bir sorğu sırala. Deyir bebeği qoy qırmızıya bas. Yuxarı qaldır. Bebeğin satı çıxacaq kırıcı. Kal oğlanımıza saç əkirik. Deməli. Раз, два, три. Все, düz oldu. Kal oğlanımıza saç çəkirik. Oo, kal oğlan yandıralar deyəsən. Hayda. Все. Deyilənə görə doktor Fatimə Həzrolovun dediyinə görə bebeğimizin saçı 90 gün içində çıxmalıdır. Yəni dostlar, bunda maddiyyatı az deyil ha, deyim sizə. Yəni saçı da bu dövrdə baha əkirlər. Bu da neyə indi keçəl doğuldu da, kal oğlan olub bu da. Neysə. 1 2 1 2. Səhv oldu. Neysə, baxaq. 1 2 3 4 5. Все. Ola. Tok vurur ha buna. Belki biraz ağıllanar. Çox dəcəllik eləyir də. Ağıllansın. Ha. Deyəsən bir yoluq canım qutardı bundan. Bir yolluq da bundan canım qutardı. O kadar iğneden vurdular ki başını o kadar toktan şiştiler ki yuxusu geldi. Aparaq qoyaq yatsın. Yatsın zıvarsın. Bebeğimiz de yatır. Dostlar kanala abone olup like atmayı unutmayın. Part 2'de görüşər inşallah. Sevilirsiniz.